Boşanmanın qarşısını alan, ailədə aşırı dərəcədə sevgi, məhəbbət bağı yaradan rəhmani kodlaşdırma. Salam aleykum, çox dəyərli izləyicimiz. Bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah bütün sıxıntılarınızı huzura çevirsin. Allah sizi öz rəhmətinə ansar eləsin inşallah. Dəyərli izləyicilər, çox möhtəşəm bir kodlaşdırma. Rəhmani, Rəbbani üslubdur. Şifrələrinizə, məlumatlarınıza Quran-ı Kərimdə 4 səma kitabdan xüsusi olaraq seçilmiş, çox yüksək səviyyədə enerjili, şifrəli kodlu ayələr məlumatlarınıza şifrələnir, kodlaşdırılır. Ən ağır cadu əməli tarumar edən, şans buraxmayan, ən ağır nəfsi paramparça edən, kənar insanların, lazımsız müdaxilələrini kəsən, gedəni yerə qaytaran, sevdiyin insanla səni qovuşduran, bir sözlə subay xanım və bəylərin qismət yoluna açan, ailədə mənfi münasibəti aradan qaldırıb, çox gözəl, möhtəşəm sevgi, məhəbbət bağı yaradan ilahi kodlaşdırma ilə rəhmani batilnamə. Mükəmməl ruzi duası da var içində, çox möhtəşəm, müsbət nəticə qaçırılmazdır. Təsəvvür edin, şifrələr dəyişdirilir. Ümumi olaraq əbcəd hesabınız sıfırlanır və yenidən bərpa olunur. Bunu gedin maraqlanın. Əgər hələ eləyə bilən varsa, bir adama çox baha eləyirlər. Yəni qiymət demək istəmirəm burada. Şifrələrin dəyişdirməsi bizdən sizə hədiyyə, Hicr qəmər tariximiz. İkincisi olan bizdən sizə hədiyyə, mənəvi cizli ad dəyişmələr. Bir adama da normal qiymət edirlər. Hansı ki sizin bəlkə də gücünüz çatmaz. Bu da bizdən sizə hədiyyə olacaq. Üstəlik də şifrəli kodlu, dəqiq, yəqin, istixara hədiyyə olacaq üstündə. Kim ətraflı məlumat almaq istəyirsə, buyursun gəlsin WhatsApp-a. Peyğəmbər məşrubu üzərindən rəhmani, Rəbbani tətbiq kodlaşdırmadır. WhatsApp qrupumuz var, 800 nəfərə yaxın insan var orada. Sıxıntın varsa çəkinmə, gəl. Orada toplum şəkildə dua tələb edəsinə. Sıxıntıların getməsinə səbəbiyyət yaradar. Hər ağızda bir dua var, hər nəfsdə bir xeyir var. Bütün caduları tarumar edən səhifədir bu. İş tam zəmanətlidir, müsbət nəticə qaçırılmazdır. Buyurun, ətraflı real olaraq maraqlanmaq istəyən əlaqə saxlasın. Videonu bəyənib bu cür maraqlı məlumatlar əldə etmək istəyirsənsə, takipdə qal, kommentdə fikrini bildirə bilərsən. Allah hər kəsdən razı olsun, Allahın lütfu, rəhməti və bütün sevgisi hər kəsin üzərində olsun inşallah.